Salam, hər vaxtınız xeyir olsun. Bu günlərin biz 12 aprel 9-ların ikinci zonasına düşmüş. Deməli, ingilis dilindən short text və reading suallarına baxacaq. Deməli, 5-ci sualda Dear story writers, are you interested in learning more about literature? Join our Basics of Literature course this Saturday at 10 a.m. You will discover easy methods to write stories for kids. The course is open to everyone above the age of 18. Don't miss this chance to improve your skills. Sign up and attend the course without any payment. Deməli, burada yazı deyir ki, əziz, yəni hekayə yazanlar, siz ədəbiyyat haqqında maraqlanırsınızmı? Ədəbiyyatla maraqlanırsınızmı? Ədəbiyyat haqqında daha çox öyrənməklə maraqlanırsınızmı? Deyir, onda bizim elədirsə, yəni bizim bu şənbə günü səhər saat 10-da olan kursumuza qoşulun. Siz deyir ki, uşaqlar üçün hekayələr yazmağın asan metodlarını öyrənəcəksiniz, kəşf edəcəksiniz. Kurs 18 yaşdan yuxarı hər kəs üçün açıqdır. Deməli, bacarıqlarınızı inkişaf etdirmək şansını qaçırmayın. Deməli, heç bir ödəniş olmadan kursa qoşulun və iştirak edin. Deməli, A-da deyir ki, the community organizes a free course for a story writers. Elə A variantı düzdür. Bu, deməli, community, yəni cəmiyyət təşkilat nə edirdi? Yazıçılar üçün pulsuz bir kurs təşkil edir, düzdür. B-də deyir ki, kurs uşaqlara öz hekayə yazmaq bacarıqlarını inkişaf etdirməyə kömək edir. Yox, burada adultslardan söhbət gedir. 18 yaşından böyük hekayə yazıçılarından söhbət gedir. Ona görə B variantı səhvdir. C-də deyir ki, yenə bax uşaqlara deyir necə öyrətməyi, yəni uşaqlara necə yazı yazmağı, necə hekayə yazmağı öyrətməyi planlaşdırır, istəyir. Bu da səhvdir. D-də deyir ki, hər şənbə günü keçiriləcək il boyu, amma burada bu şənbə günü dedi. Y-də isə deyir, deməli, bu kurs biraz pul tələb edir, biraz ödəniş tələb edir. Heç bir ödəniş yox idi. A variantı 5A. 6-da deməli, shop menecer, yəni mağazanın meneceri müştərilərə deməli belə bir səslənir ki, biz sizə məlumat vermək istərdik ki, bizim mağazamız bugün saat 5-də, deməli, bugün erkən bağlanacaq saat 5-də, günorta saat 5-də. Nəyə görə? Deməli, dərin təmizlik və yəni təmirə görə də. Zəhmət olmasa, deyir, bundan əvvəl bazarlığınızı yekunlaşdırdığınızdan əmin olun. Anlayışınız üçün təşəkkürlər. Deməli, indi baxırıq A-da deyir ki, müştərilər sabah 5-dən sonra shoppingə başlaya bilərlər. Belə bir şey verilmədi bizə. B-də deyir ki, müştərilərdən deməli, saat 5-ə qədər bazarlıqlarını bitirmələri istənilir. B variantı düzdür. C-də deyir ki, shop manager announce discount for tomorrow. Deyir, shop manager, yəni mağazanın meneceri sabah üçün endirimi elan edir. Endirimlə bağlı bir şey yox idi burada. Deyir ki, yenə sabah mağaza bütün gün boyu bağlı olacaq. Yox, bugün bağlı olacaq saat 5-də, erkən bağlanacaq bu günlər. Bundan söhbət gedir. Y-də deyir ki, deməli, bu təmir işləri sabah axşama qədər davam edəcək. Yox, belə bir şeydən də söhbət getmirdi. Ona görə elə B variantı doğrudur. Sonra getdik 7-ci suala. 7-ci sualda deyir ki, Emma Saraya yazır ki, deməli, keçən həftə riyaziyyat ev tapşırığımla bağlı mənə kömək elədiyinə görə təşəkkürlər. Mən sənin köməyinə görə, deməli, testdə uğur qazandım. Gələn həftə mənim təbiət dərsində sonuncu imtahanım olacaq. Deməli, gəl yenə birlikdə görüşək və hazırlaşaq. Deməli, baxırıq nəyə? A-da deyir ki, Sarah wants to meet Emma next week to do homework. Deyir ki, let's meet soon to study together again. Deməli, Sarah deyir, istəyir ki, Emma ilə gələn həftə ev tapşırığını etmək üçün görüşsün. Yox, burada Emma Sarahdan istəyirdi görüşsünlər. Ona görə A səhvdir. B-də deyir ki, Emma Sarahdan ona təbiət dərsində kömək etməsini istəyir. Elə bu düzdür. C-də deyir ki, Emma təbiətdən olan ev tapşırığında yüksək nəticə əldə edib. Yox, bizdə riyaziyyatdan əldə eləmişdi. D-də deyir ki, Emma Saraya kömək eləyibdi. Yox, əksinə Sara Emma'ya kömək eləmişdi. Ona görə də Emma ona təşəkkür məktubu yazmışdı. Y-də deyir ki, Sara arzulur ki, Emma deməli riyaziyyatda uğur qazansın. Belə bir şey də yox idi. Yəni arzulamasına bağlı bir şey olmadığına götürə bilmərik. B variantı. Deməli, short tekstlərimizdə cavab 5A, 6B, 7 də B oldu. Gedirik mətnə baxmağa.
Deməli, Komodo dragons are one of the largest animals on Earth. Deyir, bu əjdahalar yer kürəsindəki ən böyük heyvanlardan biridir. İnanılır ki, deməli bu əjdahalar Avstraliyadan İndoneziyaya min illər əvvəl gəliblər. Bu heyvanlar 3 metr hündürlüyündə olurlar, həmçinin onlar çox ağırdılar. Deyir ki, deməli, they can be about the same way. Deyir, onlar panda ayılarla eyni çəkidə olduğu, təqribən eyni çəkidə ola bilərlər. Deyir, bu əjdahaların çox əla, deməli, iyi qoxu qabiliyyəti var. Onlar deyir, öz burunların yerinə qoxu əldə eləmək üçün, qoxulamaq üçün tank, yəni dillərindən istifadə edirlər. Deməlidir ki, bunlar çox yaxşı ovçulardır həmçinin. Onlar deyir 4 kilometr uzaqda olan, 4 kilometr uzaqdan ovlamaq istədikləri hər hansı bir heyvanı görə bilərlər. Onlar həmçinin təhlükəli ovlama yolları ilə də tanınır. Deyir, onların ağızlarında zəhər var ki, hansı ki ovladıkları heyvanı öldürə bilər. Maraqlı bir fakt odur ki, bu əjdahalar bir-birlərini yeyə də bilərlər, həmçinin böyüklər kiçikləri yeyə bilir. Deyir, bunlar çox uzun müddət, deməli, tezliklə çox uzun müddət, deməli, Komodo dragons may soon no longer exist. They usually stay away from people, volcanoes, earthquake and fires are dangerous. Deməli, burada deyir ki, deməli, bu əjdahalar neyniyəcəklər? Elə bir ki, nəsli kəsilmə təhlükəsindədirlər də, tezliklə yox olacaqlar, o mənadadır. Onlar deyir ki, adətən insanlardan uzaq qalırlar. Volkanlardır, nə bilim, zəlzələlərdir və alov yanğınlar da bu heyvanlar üçün təhlükəlidir. Onları qorumaq üçün Komodo Milli Parkı 1980-ci ildə yaradılıbdır və bu parka bir neçə İndoneziya adası daxildir ki, orada bu heyvanlar yaşayırlar. Deməli, bizim mətnimiz nə oldu? Ən böyük heyvanlardan biri haqqında olan Komodo dragons haqqında oldu. Deməli, 8-də götürəcəyik D variantını. 9-da how do Komodo dragons hunt? Deyir, onlar necə ovluyurlar? Onların dedi ki, ağızlarında zəhər var və bu da neyniyə bilər? Ovlamaq istədikləri heyvanları öldürə bilər. Həmçinin uzaq məsafədən də onları ovlaya bilirlər. Deməli, baxaq. A-da deyir ki, Komodo dragons hunt other animals from a long distance. Deyir, uzaq məsafədən başqa heyvanları ovlaya bilirlər. B-də deyir ki, Komodo dragons use their noses to find other animals. Bu səhvdir. They give the animal to smaller. Bu da səhvdir. Smaller Komodo dragons help large ones. Bu da səhvdir. A-la Y qaldı bizə. Baxaq bir dənə dəqiq o hissəyə. Deməli, burada deyir ki, they are known for their dangerous hunting way. They have poison in their mouths that can kill the animal they hunt. Hə, elə budur. Y variantıdır. Deyir, onlar ovladıqları heyvanları zəhərləri vasitəsilə öldürürlər. Elə Y variantı düzdür. Daha sonra A-nı biz düz götürə bilmərik. Çünki orada dedi ki, bəlkə də A variantını götürmüsünüz. Orada dedi ki, onlar ovlamaq istədikləri heyvanları, yəni 4 kilometr uzaqdan görə bilirlər. Bax, bunu deyir. Demir oradan ovluyurlar. Onda A-da yazır ki, keep 4 kilometers distance from each other. Bu səhvdir. 4 kilometr bir-birlərinin arasında məsafə saxlamırlar. Çəkidə yüngül yox, ağırdılar. 1 metr hündürlüyündə yox. Neçə metr idilər olar? 3 metr hündürlüyündə ola bilirlər. Ona görə C-də çıxdıq. Deməli, öz dillərində qoxu qabiliyyətləri var, düzdür. Bir-birlərinə hücum etmirlər, səhvdir. Bir-birlərini yeyə bilərlər. 11-də səhv variantı istəyir bizdən. Komodo dragons came from Indonesia. Deyir, onlar deməli İndoneziyadan gəliblər. Yox, əksinə Avstraliyadan İndoneziyaya gəlmişlər. Elə A variantı səhvdir. B-də deyir ki, təbii fəlakətlər onlar üçün təhlükəlidir. Bəli. C-də deyir ki, deməli, onlar nəsli kəsilmə təhlükəsində idilər. Bəli. D-də deyir ki, Komodo Milli Parkında yaşayırlar. Düzdür. Y-də də deyir ki, onların hündürlüyü, uzunluğu təqribən 3 metrdir. Düzdür. A variantı olacaq 11-də də. Və 12-yə baxırıq, yəni düzgün variantları istəyir bizdən. Deyir, 20-ci əsrin sonunda yaradılmışdı bu park. 1980-də yaradılmışdı. Hə, onda bir düzdür. Elə 1980-də 20-ci əsrin sonları deməkdir. 2-də deyir ki, Komodo dragons insanlara qarşı çox belə, yəni mehribandılar, dostcanlıdır. Yox, onlar insanlardan uzaq gəzirdilər, uzaq qalırdılar. Deyir, bütün İndoneziya adaları Komodo Milli Parkına daxildir. Yox, burada bəziləri daxildir, several, bir neçəsi daxil idi, hansı ki, orada Komodo dragonlar yaşayırdı. Ona görə 3-də düz götürə bilmərik. 4-də deyir ki, qoruma altındadırlar. Bəli, Milli Park yaradılmışdı ki, onları neynəsin, qorusun. Elə 1 ilə 4 düzgün cavabımız olmuş olacaq.